Salam uşaqlar, 18-ci tapşırığa baxırıq. Bizə verib ki, oleumdan istifadə etməklə 490 qram sulfat turşusu almaq üçün tələb olunan suyun kütləsini müəyyən edin. Əvvəlcə oleumu yazın. Deməli, oleum belə yazılır. Y qədər H2SO4 vuraq X qədər SO3 olur. Sizin məsələnin şərtindən görsənir ki, Y-i 1 veriblər. Yəni, burada 2 məhsul yox, 1 məhsul var. Deməli, Y-im 1-dir. Onda mən oleumu necə yazıram? Oleumu yazıram. H2SO4 vuraq X qədər SO3. İndi bizə nə deyir? Deyir ki, bu oleumun üzərinə neçə qram su gəlmək lazımdır ki, neçə qram su gəlim ki, sonda mənim sulfat turşumun kütləsi 490 olsun. 90. 490 sulfat turşum olsun. İndi baxaq. Burada əvvəlcə oleumun içərisində nə qədər sulfat var? 98. Üstə gələk. Yeni sulfat əmələ gəlib. Baxın, bunlar birləşir. Bir yeni sulfat. Yeni sulfat. Sonda nə qədər sulfatım olur? 490. Yuxarıda da qeyd elədim, aşağıda da. İndi baxaqın görəyim, bu yeni sulfat əmələ gəlib. O neçə qramdır? Yazıram. Yeni sulfat bərabərdir 490-dan 98-in çıxıram. O da edir 392 qram. Deməli, əmələ gələn yeni sulfatım 392-dir. Bu yeni sulfat nədən əmələ gəlib? Buradan əmələ gəlib də, yəni SO3-ün üzərinə gəlirəm su, alınır H2SO4. Baxın uşaqlar, SO3-üm X moldur. X mol reaksiya gedirsə, X molda su gedir. Çünki hamısı birin birədir. X molda nədir bizdə? X molda sulfat turşumu əmələ gəlir. İndi baxaq görək, əmələ gələn sulfat turşumun molu buradadır. 98X bərabərdir. Nə qədər sulfat turşum əmələ gəlib? 392 qram. X-i buradan tapdım ki, 4 mol sulfat alınıb. Deməli, uşaqlar, 4 mol sulfat alınıbsa, deməli, 4 molda su reaksiya gedib, 4 molda SO3 reaksiya gedib. Məndən də reaksiya girən suyun qramı soruşur. Yəni, mən 4-ü vuracam nəyə? 18-ə. Bu da edir neçə? 72 qram. Cavab 72-dir.